Aziz dostlar, hal-hazırda Göyçə gölünü izləyirik. Allah'ın izniyle, tezlikle oralarda, o tarihi torpaqlar da bizim özümüzün olar. Biraz sola, biraz da geriye geldikdə isə lap aşağı hissədə qarşımda bəzi mənbələrdə Bala Göyçə, bəzi mənbələrdə isə Göygöl deyilən gölümüz var. Demək olar ki, tamamilə bulutların üzərindəyəm. Bəh. Bundan gözəl xoşbəxtlik, bundan gözəl anlar məncə olmaz. Demək olar ki, 3000'ə yaxın zirvənin üzərindəyik. Bax, bu bulutlar bizdən aşağı hissədədir. Uzaq ərazilərdə o gözəl Göyçə gölümüz necə də bizi gözəlliklə burada qarşılamaqdadır. Allah bir gün qismət eləsin. Biz oralarda da, o tarixi torpaqlarımızda da bax belə azad, şən firavan yaşayaq. Hal-hazırda biz Daşkəsəndən üzü dağlara doğru qalxanda gözəl bir gölü ziyarətə gəlmişik. Bura əvvəllər Göygöl, indi isə Bala Göyçə gölü deyirlər. Dağların arasında dupduru, göz yaşı kimi sulardan, qar sularından əmələ gələn bu göl görülməyə dəyər və deyərdim ki, çox gözəldir, çox əvəzsizdir. Suları da gördüyünüz kimi masmavidir. Əvvəllər bu qədər olmasa da burada kiçik bir göl olduğu məlumdur. Çünki gölün önünə bənd vurublar. Çox güman ki, Sovetlər dövründə bu iş icra olunub. Bənddən sonra göl biraz da demək böyüyüb, hündürləşib və dərinləşib. Gölün hal-hazırda qidalanması bax, görünən o qarlı dağlardan, soldakı göyçəmənliklərdən, bax bu hissələrdən gələn sular hesabına formalaşır. Burada güzel bir yarımada da var.